Herkese salam dostlar. Necəsiz, gününüz xeyirli olsun. Deməli, gedirik Saadət xanımın cinsiyyət partisinə. Bugün uşağımızın cinsiyyəti belli olur. Nədir? Gedirik. İndi inşallah orada hər bir şey detaylaması ilə çəkib YouTube'da bəbişimiz qızdı mı yoxsa oğlandı mı paylaşacağım. Gəldik, çıxdıq studiyaya. Kızlar geldik, çıktık stüdyoya. Kardeşim buradadır, telefonla danışır. Bacım buradadır, pəriş paltarını düzəldir. Melisim burada yatıp. Burada hazırlıklar gedir. Allah size kısmet etsin. İnşallah teyzemden gösterin. Kardeşim ne düşünür esas mesele? Kardeş oğlan değil. Salam aleyküm. Siz ne düşünürsünüz halası olarak? Hiss edirəm ki, yəni ki, qız olur. Və siz nə düşünürsünüz? Əvvəldən demişəm oğlan. Tam içdən gələn düz deyil. Bəli. Əvvəl gündən oğlan deyib ki, içdən gələn oğlandır. Niguliyada heç yuxuda oğlan görür. Qardaş sen ne düşünürsən? Düşünürəm oğlanı, həm də istəyirəm ki oğlanı. İnşallah. Bu arada Bilən qızlar var, bir dənə sən de. Mənim qızımdan da soruş. Saadət, bacısından soruş gör, bacısı nə deyir? Və bacısı deyirəm. Səncə oğlandı qız? Oğlan. O deyir, O deyib ki olsa. o deyir kız varsa mütləq oğlan da olmalıdır. Onun fikir, düşüncəsi odur. Olsa mən baxacam. Baxarsan? Hə? Deyilsə Hələ fikirləşir. Deyir, hələ fikirləşir. Melisdən də bəl maşında soruşuram, deyir mən bacı istəyirəm. Coş kızdan soruşsun öyle diyecek. Benim kızım yüzü biraz farklıdır. Gözləyirəm ki, dursun, onun geyindirə. Qız. Əvvəlcəndən qız demişəm. Tamam. Kendi xalasının da həbdə soruşaq. Qız da yoxsa oğlan? Məncə qız olacaq. Arxa nə gözəl düşür. Qarı yaxşı geyinmişik. Arxa nə gözəl düşür. Dedim də mən. Uşağın atası və əbisi. Sizcə uşaq qızdır yoxsa oğlan? Mənim arzum oğlandır. Oğlan istəyirəm olsun. Elə də fikirləşirəm ki, oğlan olacaq. Sizcə? Mən də əmisi olaraq elə düşünəm ki, oğlan olacaq. Kimdə? İndi növbə gəldi çatdı dayısına, bir də xalasına. Deyin görüm, oğlandı yoxsa qız Talib bəy? Birinci Mən istəyirəm ki, oğlan olsun və düşünürəm ki, oğlan olacaq. Bəs sizcə? Qızdır. Mən bacım qız fikirləşir. Görsən. Anası ilə eyni düşünür. Sən bacı düzün deyə. Birazdan biləcək. Qızdır yoxsa oğlan? Nə çəkirsən? Artık hazırlandı demək olar hər şey. Birazdan çəkilişimiz başlayır. Talibin çəkilişlər olur. Belə şey çəkilişlər. Sən də talibin çəkilişlər. Benim istəyirəm. Melis xanım da durdu yuxudan. Hazırlaşır. Yuxudan durğuzduq dostlar, məcbur. Az eləmədə qorxmuşam. Mənim çəkmə olmadım. Demirəm ki, qadın çəkmə. Atan qıçına geçsən. Yavaş, yıxılar. Hadi tutun al. Kasıb istəyir. Gözləmə. Atan qıçına geçsən. Menisko. Menisko. Nədir sən ömrü? Biraz çillər nə ediyorsun? Yok. Menisko. Lipsa. Lisması değil. Öp. Bir ona bir dakika. Sakın. Hadi var. Ekranı bak. Bak. Nigar xanım da çəkir. Hadi yavaş yavaş. Müthiş. Poster bir dənə aparalım başlayalım. Mənim bakarsın. Əsaslarına bakın. Mənim bakarsın. Sen olmasa. Biz bak hadi. Emin gül. Emniye bak, emniye bak, emsane. Bana bak. Bak. Emsane kızı. Cüce sen de Meryem Hanım, sen Meryem'e bak. Böyle bak. Bak, biraz tekrar alalım. Çekmişsiniz. Hamur asmadım.
Güləriz, baxırsınız, hamı baxır. Həyəcanla görürsünüz. Mənə yox, mən yox, sərfət yox, sərfət giləndə. Mesut qardaş, sən bacı. İstəbəsən bacı. Onu da soruşum. Soruşmuşam bacı deyil. Bir bacı. Başka yer sayılır. Bunu aksasıyız. Ben size sayayım. Telefon hanım, teşekkür. Yaxınlaşdırırsan başlayalım. Bir də dünyada bax, həyəcanla gözləməli seçim. Həyəcanla gözləməli seçim. Nə var? 1, 2, 3, Bacı sen kadar. Mən bir dəqiqə deyəcək, heç birini istəmirəm. Tək mənim üçün yaxşıdır. Bacı. Bacı. Kardeş sen bacı. Bir bacı. Bəs mənə qəbər deyimsin bunlarını? Ya bacı istəyir. Bir neyim ben bacı istəyirəm. Melis bile desin onu. Sən də alma. Biz bacı istəyir kadar. Ortam mənə boşaq deyirəm. Biz bacı istəyir kadar. Haydi. Neyse ben sana geçelim. Mən hazıram. Baş. 1, 2, 3, harada dayan. Biz gel. Sizden tutun en azından. Bura gəl qızım, burada. Əlində gətirin. 1, 2, gətirin əlində. Keçdim biraz ağzını, keçdim gidiyorum. Başka? 1, 2, 3, indi, başladı. Əldən mən gözləyib görürüm. Ben kilo da kaldırıyorum. Yok açmayın. Gözüm de ne götürün. Verin değil mi? Siz bakın. Ama tam saçma. Sen öyle fazla yakın gel. Ay sağ ol. Değil. Emosyonel Ben gizletmeyin. diyersin. Emosyonel gizletmeyin. Başka. Elinizi kapatın. 1, 2, 3 kaldı. Kaldırın. Kapsın çabuk kaldırın. Kapsın kaldırın. Kapsın. Baş kaldın oradan diyorsa kısmet almışlar. Saadet, demək ki, burada da qışqırtma eləyirsən. Mən demişdim də oğlandı. Demişdim. Demişdim. Görsən oğlandı, onu hiss eləmişdim. Onu Saadet Dünyaya gelsin. Səsi gələndən mən çözüyorum. hamiləlik xəbəri Saadet mənə verəndə dedim bacı səndə oğlandı. Çox oğlan qız fərqi yoxdur. Əsas odur. Sağlıqlı olsun. Hə. İnansızlar, çox anidən bir-birlərə sağ olsun. Sən mən demişəm də bir dənə bacı mən bu aralar kilo almışam deyə. Yox, təxmini hamımız qara geyinmişik. Kilo almışam deyə bacı qaralarda gizlədirəm ancaq. Yaxşı ki sən də varsın həyat. Necə deyim, Leyla da sizi mən xəstəxanaya həzrətə gedəndə də heç deməmiş olsun Allaha gəlirdi. Yanımda olurdu. Yəni tam əvvəl gündən. Olmalıyam da bacı, borcumdur. Yaxşı ki sən də varsan ömrüm. Amin, amin. Yəni baxırsan da görürəm. Bunlar da burada nəsə müzakirə edir, amma bilmirəm nəyə müzakirə edir. Hə,
Gedin gecələşdir. Uşaqlar görürlər, yaman görürlər. Hə, nə olub? Gəldik qızlar, videomuzun, vlogumuzun sonuna çıxdıq artıq oradan. Saadətgil getdi videonu yığıb düzəltməyə. Təklif elədilər ki, bir yerdə gedək. Sadəcə Yaqub bəy oruçdur deyə dedim orucunu evdə açsın. Heç nə qızlar, bəbişimiz doğulan oldu. Əsas odur sağ salamat olsun. Belə qısa kadrlar götürdüm sizlər üçün. Əslində belə deyimi, orada o anın həyecanı ilə heç inanırsınız. Arada çəkiliş etməyi də unutdurdum, amma maksimum belə 10-12 dəqiqəlik bir video alındırdım ki, sizlər də videodan məhrum qalır. Mən də çəkmişəm, Nigar da çəkib, Saadət də çəkib. Yaxşı qızlar, öpürəm sizi, yaxşı ki varsınız. İnşallah növbəti vlogda görüşərik. Hələlik.